Assalamu aleykum əziz izləyicilər. Bu günləri sizinlə çoxbucaqlar, dördbucaqlılar mövzusunun izahları ilə tanış olacağıq. Gəlin başlayaq birinci sualımızın izahı ilə. Bizə deyir ki, AC 13-ə bərabərdir. Yəni bizim diaqonalımız 13-dür. OB-ni bizdən soruşur. Biz gördük ki, bu bir düzbucaqlıdır. Və düzbucaqlı dərsindən siz bilməliydiniz ki, düzbucaqlının diaqonalları bir-birinə bərabərdir. Yəni düzbucaqlı üçün diaqonallar bir-birinə bərabərdir. Və bütün dördbucaqlılarda bu paraleloqramda belə olduğu üçün bütün dördbucaqlılarda belə olur. Kəsişmə nöqtəsində diaqonallar yarıya bölünürlər. Yəni əgər AC parçası bizdə 13-ə bərabərdirsə, demək ki, BD parçası da bizdə 13-ə bərabərdir. Və əgər ümumi BD 13-ə bərabərdirsə, onda OB-ni tapanda kəsişmə nöqtəsində yarıya bölündüyü üçün 13-ü bölmək lazımdır 2-yə. Doğru cavabımız eləyəcək 6,5. Yəni birinci sualda doğru cavabımız olacaq D variantı. İkinci sualımız. Perimetri 38, uzunluğu 12 olan düzbucaqlının enini tapın. Biz bilirik ki, düzbucaqlının perimetri 38-dirsə, bu zaman onun en və uzunluğunun cəmini tapmaq üçün perimetrini 2-yə bölürük. 38-i 2-yə bölürəm, alınır 19. Əgər uzunluğumuz 12-dirsə, demək ki, enimiz də 7 olmalıdır ki, toplayanda 19 eləsin. Doğru cavab Y variantı. Üçüncü sual. Perimetri 44, uzunluğu 16 olan düzbucaqlının enini tapın. Yenə də, perimetr 44-dürsə, en və uzunluğun cəmini tapmaq üçün 44-ü 2-yə bölürəm, alınır 22. Uzunluğumuz əgər 16-dırsa, demək ki, enimiz də olacaq 6. Doğru cavabımız 6, Y variantı. Dördüncü sual. Tərəfləri 3 və 4 olan düzbucaqlının diaqonalını tapın. Düzbucaqlının diaqonalı düsturu D-nin kvadratı bərabərdir. A kvadratı üstəgəlsin B kvadratı şəklindədir. Demək ki, diaqonalın kvadratı bərabərdir 3-ün kvadratı üstəgəlsin 4-ün kvadratı. Yəni 25. Demək ki, diaqonalımız bərabərdir 5-ə. Doğru cavabımız olur A bəndi. Ümumiyyətlə bilməlisiniz ki, düzbucaqlıda diaqonal çəkəndə düzbucaqlı üçbucaq alınır. Düzbucaqlı üçbucaq alındığı üçün həmin o diaqonal düzbucaqlı üçbucağın hipotenuzu olur. Yəni, sənin tərəflərin 3 və 4-dürsə, düzbucaqlı üçbucaqdan bilməlisən ki, 3 və 4 Pifaqor ədədləridir. Ona əsasən birbaşa biz 5-i tapa bilirik. Yəni, heç hesablama etmədən biz birbaşa cavabı tapa bilərik. Eyni şey 5 üçün də keçərlidir. Məsələn, Pifaqor ədədlərindən tutalım ki, əzbər bilmirsən 16 ilə 12-nin Pifaqor ədədi nədir? Nə etmək lazımdır? Hamısı 4-ə ixtisar gedir. 4-ə bölürsən, bu 4 eləyir, bu da 3 eləyir. 3 ilə 4-ün Pifaqor ədədi nədir? 5. Demək ki, 4-ə böləndə 5 eləməlidir. Cavab 20. D bəndi. Və yaxud da yenə də D kvadrat bərabərdir. 16-ın kvadratı üstəgəl 12-nin kvadratı yazaraq ala bilərik ki, onların cəmi 400 eləyəcək, 400-dən də 20 çıxır. Keçirəm 6-cı suala. Bizə deyir ki, hər təpədə bir bucaq götürməklə qabarıq 5 bucaqlının 4 xarici bucağının cəmi 325-dir. 5-ci xarici bucağın dərc ölçüsünü tap. Biz bilirik ki, bütün 4 bucaqlılarda, 5 bucaqlılarda, 6 bucaqlarda fərqi yoxdur. Bütün çox bucaqlılarda deyək biz buna. Yəni 3 bucaq, 4 bucaq, 5 bucaq fərqi yoxdur. Bütün çox bucaqlıların xarici bucaqlarının cəmi 360 dərəcədir. Bu bütün çox bucaqlılara şamildir. Daxili bucaqların cəmi düsturla tapılır. Ona ayrıca qabaqdakı suallarda deyəcək. Amma xarici bucaqlarının cəmi bütün çox bucaqlılarda bərabərdir. Hamısında 360-dır. Ona görə əgər 4 xarici bucağın cəmi 325-dirsə, sonuncu xarici bucağı tapmaq üçün 360-dan 325-ə çıxmaq lazımdır. 360-dan da 325 çıxanda doğru cavabımız eləyir 35 dərəcə. Yəni doğru cavabımız olacaq D bəndi. 7-ci sual. Yenə də 4 xarici bucağının cəmi 320-dirsə, 5-ci xarici bucağı tapanda 360-dan çıxırıq 320-ni. Doğru cavab olur 40 dərəcə. 8-ci sual. Şəkildə bizə bir romb verilib. Rombda bizə deyir ki, CBD bərabərdir 65-ə. BAD-ni tapın. Bizdən BAD bu bucağı soruşur. Biz bilirik ki, rombda bir diaqonal çəkilirsə, həmin o diaqonal bucağının tən böləni olur. Yəni, əgər bu bucaq 65-dirsə, buradakı diaqonal tən böləndir. Tən bölən olduğu üçün burada 65-dir. Və demək ki, ümumi B bucağı, yəni kör bucağımız oldu bizdə 130 dərəcə. Biz də rombda bilirik ki,
rombun bir təpəyə, bir tərəfə bitişik olan bucaqlarının cəmi 180 dərəcədir. Yəni A bucağı ilə B bucağının cəmi 180 dərəcədir. Əgər B bucağı 130 dərəcədirsə, demək ki, A bucağı olmalıdır 50 dərəcə. Doğru cavabımız olacaq B bəndi. 9-cu sualımızda da prinsip eynidir. Əgər bu bucaq 40 dərəcədirsə, bizdən soruşur B, D, C-ni. Yəni bu bucağı bizdən istəyir. Əgər bu bucaq 40 dərəcədirsə, demək ki, ümumi bütövlükdə D bucağı 140 dərəcədir. Çünki A bucağı ilə D bucağı da bir-birindən belə deyək, bir tərəfə bitişik olan bucaqlardır. Cəmləri 180-dir. Əgər A bucağı 40-dırsa, D bucağı 140-dır ki, toplayanda 180 eləsin. Və biz yenə də dedik ki, BD bizdə diaqonaldır. Diaqonal olduğu üçün bucağı tən bölüb, yəni D bucağını tən böldüyü üçün 70-70 bölünüb. Demək ki, bizdə BDC olacaq 70 dərəcə. Yəni 9-cu sualda doğru cavabımız olacaq D bəndi. 10. Bucaqlardan biri 45 olan paralleloqramın böyük bucağını tapın. Əgər paralleloqramın bir bucağı 45 dərəcədirsə, digər bucağını tapmaq üçün 180-dən çıxıram 45-i. Demək ki, digər bucağımız 135 dərəcədir. Doğru cavabımız olacaq D bəndi. 11. Hər bir daxili bucağı 150 olan düzgün çoxbucaqlının neçə tərəfi var? Biz bilirik ki, bir daxili bucaq 180 vurulsun n-2 bölünsün n düsturu ilə tapılır. 180 vurulsun n-2 daxili bucaqlarının cəmi düsturudur. N-ə böləndə isə bir dənə daxili bucağı tapırıq. İndi bir dənə daxili bucaq 150-dir. Yəni bu bərabərdir bizdə 150-yə. Çarpaz vurub açaq. Alınacaq 180 n çıxılsın 360 bərabərdir 150 n-ə. 30 n bərabərdir 360-a. N də bərabərdir 12-yə. Demək ki, bizim 12 bucaqlımızdır. Cavab olacaq A. 12-dən tərəfi var. 12-də də eyni prinsiplə həll edirik. Yenə yazıram 180 vurulsun n-2 bölünsün n bərabərdir 140-a. 180 n çıxılsın 360 bərabərdir 140 n. 40 n bərabərdir 360 n bərabərdir 9. Cavab B. Keçirik 13-cü suala. 3 bucağının cəmi 395 olan paralleloqramın kiçik bucağını tapın. Biz bilirik ki, paralleloqramın 4 bucaqlı olduğu üçün bütün daxili bucaqlarının cəmi 360 dərəcədir. 360-dan çıxıram 295-i ki, bir dənə bucağı tapın. Bu edir bizdə 65. Demək ki, paralleloqramın bir bucağı 65-dir. İndi bir bucağı 65-dirsə, demək digər bucağı da neçə dərəcədir? 180-dən çıxıram 65 olacaq 115 dərəcə. Bizdən paralleloqramın kiçik bucağını istəyir. Doğru cavabımız olur 65 C variantı. 14. Eyni prinsiplə hesablayırıq. Yenə də 360-dan çıxıram 245-i. Bu bizdə eləyəcək 115. Demək paralleloqramın bucaqlarından biri 115-dir. Onda digəri də 65-dir. Toplayanda 180 eləsin. Bizdən böyük bucağı istəyir. Doğru cavabımız olacaq 115. Cavabımız D bəndi. Qabarıq olmayan 4 bucaqlı hansıdır? Cavab olacaq Y variantı. Niyə görə Y variantı? Çünki Y variantında mən bu tərəfi uzatsam, gördüyünüz kimi 4 bucaqlının bir hissəsi qalır. Bu çəkdiyim, uzatdığım tərəfin yuxarı hissəsində, bir hissəsi qalır aşağı hissəsində. Yəni fərqli tərəflərdə qalır. Fərqli tərəflərdə qaldığı üçün bu qabarıq deyil. 16-da isə qabarıq istəyir. Qabarıq olan A variantındadır. Çünki A variantında mən hansı tərəfi uzadıramsa uzadım. Məsələn, bu tərəfi uzatdım. 4 bucaqlı qaldı bir tərəfdə. Buranı uzatdım. 4 bucaqlı qaldı bir tərəfdə. Buranı uzatdım. 4 bucaqlı qaldı bir tərəfdə. Buranı uzatdım. 4 bucaqlı qaldı bir tərəfdə. Yəni, hansı tərəfi uzadırsansa uzat. Əgər 4 bucaqlı bir tərəfdə qalırsa, demək ki, o qabarıqdır. Hansı halda qabarıq deyil? Məsələn, baxın, uzadıram bu tərəfə. Yarısı bir tərəfdə qaldı, yarısı bir tərəfdə. Bu demək ki, qabarıq deyil. Təbii ki, sən bu tərəfi uzatsan, hə, hamısı bir tərəfdə qalacaq. Amma elə bir tərəf tapa bilirəm axı ki, məsələn, buranı da tapa bilərəm. Mən onu uzadanda bir hissəsi qalacaq bir tərəfdə, bir hissəsi qalacaq bir tərəfdə. Yəni, fərqli tərəflərdə qalacaqsa əgər, bu zaman olacaq bu qabarıq deyil, yəni çökükdür. Həm də şəklə baxanda da seçmək olur. Çökükdə kərəkötürlülük olur. 17-ci sual.
Bucaqlarından biri 155 olan bərabər yanlı trapesiyanın kiçik bucağını tapın. Biz bilirik ki, bərabər yanlı trapesiyada bucaqlarından biri 155-dirsə, digər bucağı tapmaq üçün 180-dən 155-i çıxmaq lazımdır. Çünki onun da iti və kör bucağının cəmi 180 dərəcə eləyir. 180-dən 155 çıxıram, alınır 25 dərəcə. Demək ki, həmin o kiçik bucaq 25 dərəcədir. Doğru cavabımız D bəndi. Bucaqlarından biri 65-ə bərabər olan bərabər yanlı trapesiyanın böyük bucağını tapın. Yenə də 180-dən 65 çıxırıq və digər bucağımızı alırıq 115 dərəcə. Doğru cavabımız A bəndi. 19-cu sual. Diaqonallardan biri tərəfi ilə 75 dərəcəli bucaq əmələ gətirən rombun böyük bucağını tapın. Şəkli çəkək. Romb çəkirəm. Rombun diaqonallardan biri tərəfi ilə 75 dərəcəli bucaq əmələ gətirir. Gördüyünüz kimi çəkdim və tərəfindən 75 dərəcəli bucaq əmələ gətirirəm. Mən niyə bu biri diaqonalı çəkmədim? Çünki rombun iki diaqonalı var. Biri iti bucaqlarını birləşdirir, biri kör bucaqlarını birləşdirir. Yadda saxlayın ki, kör bucaqları birləşdirən diaqonal daha kiçik olur, iti bucaqları birləşdirən diaqonal daha böyük olur. Əgər iti bucaqları birləşdirsəydim, onun tərəflə əmələ gətirdiyi bucaq nətər 75 ola bilərdi? Çünki mən bilirəm ki, mən diaqonalı çəkəndə diaqonal bucağın tən böləni olacaq. Əgər diaqonal bucağın tən böləni olacaqsa, mən iti bucaqdan çəksəydim, götürüb oraya yazmalıydım 75-75. Yəni iti bucaq olacaqdı 150 dərəcə. Bu da mümkün deyil. Ona görə şəklin doğru alınması üçün mən kör bucaqları birləşdirdim. Amma bir şagird şəkli düzgün çəkməsə, iti bucaqları birləşdirsə belə, yenə də doğru cavabı ala biləcək. Sadəcə şəkil doğru olmayacaq. İndi bura 75 dərəcədirsə, biz bilirik ki, burada 75 dərəcədir. Niyə görə yenə təkrarlayırıq? Rombun diaqonalı bucağı tən bölür. Rombun böyük bucağını istəyir. Böyük bucaq elə onun kör bucağıdır. Yəni 75 üstə gəlsin 75, alınacaq bizdə 150 dərəcə. Doğru cavabımız olur A bəndi. 20. 20-də isə artıq tam tərsinə mən iti bucaqların arasından keçirdəcəm. Çünki burada 25-dən 25-in cəmi bizdə 50 dərəcə eləyəcək. Yəni bu bucaq 25-dirsə, bu bucaq da 25-dir. Toplamda elədi kiçik bucağımız 50 dərəcə. Cavab B. 21-ə baxaq. Neçə parallelogram təsvir olunmuşdur? Biz bilirik ki, parallelogram nə deməkdir? Parallelogram qarşı tərəfləri cüt-cüt paralel olan fiqura deyilir. Yəni, əgər mən qarşı üzlərini cüt-cüt paralel görsəm, yəni yuxarı ilə aşağı və sağla sol, bunlar bir-birinə paraleldirsə, onlar artıq parallelogram sayılır. Məsələn, 21-də birinci paralleogramdır. Çünki bu tərəflə bu tərəf paraleldir, burayla da bura paraleldir. Və ümumiyyətlə bu paralleogramın şəklidir. Kvadrat da bir paralleogramdır. Baxın, burada da paralellik var. Ona görə kvadrat da bir paralleogramdır. Düz bucaqlı da bir paralleogramdır. Çünki orada da paralellik var. Yəni, parallelogram olması üçün paralellik şərti ödənməlidir və bunların da hər birisində paralellik var. Rombdur. Rombumuzda da, baxın, bunlar bir-birinə paraleldirlər. Ona görə bu da paralelogramdır. Amma trapesiyada bu üzlə bu üz bir-birinə paralel olmağına baxmayaraq, bu tərəflə bu tərəf bir-birinə kəsişirlər, paralel deyirlər. Ona görə bu paralelogram deyil. Paralelogramlarımızın sayı 4 dənədir. Doğru cavabımız olur C variantı. Yadda saxlamalıyıq ki, kvadrat da bir paralelogramdır, düz bucaqlı da bir paralelogramdır, romb da bir paralelogramdır. 22-ci suala baxaq. Bizə qeyd edir ki, AK ilə AB bir-birinə bərabərdir. Demək ki, bu bərabər yanlı üçbucaqdır. Əgər bura 70 dərəcədirsə, oturacağı bitişik bucaqların bərabər olması şərtinə görə burada 70 dərəcədir. Onda A bucağını tapsam, 70-in üzərinə 70 gəlirəm, 140, 180-dən də 140 çıxıram, olacaq 40 dərəcə. Bizə lazımdır kör bucaq. Biz bilirik ki, əgər paralelogramın iti bucağı 40 dərəcədirsə, onda onun kör bucağını tapanda 180-dən 40 çıxırıq, kör bucağımız da olacaq 140 dərəcə. Yəni doğru cavabımız olacaq 22-də 140 dərəcə B bəndi. 23. 23-də də bu bərabər yanlı olduğu üçün 80-80 belə olacaq. 80 üstünə 80, 160. Demək ki, bura qalacaq 20 dərəcə. Paralelogramın yenə kör bucağını istəyir. İti bucağı 20 dərəcədirsə, demək ki, kör bucağımız olacaq 160 dərəcə. 180-dən 20 çıxdıq. Doğru cavabımız yenə oldu B variantı. 24-cü sual. Tərəflərimizi verib perimetrimizi soruşur. Bilirik ki, düz bucaqlının perimetri tərəfləri cəminin 2 mislidir. Yəni 4 üstə gəl 12 vur 2. Bu da eləyir 32.
Doğru cavabımız B bəndi. 25. Şərtdə yazıb ki, ABCD paralleloqramında AC diaqonalı tən böləndir. Biz bayaqları dedik ki, bizim paralleloqramımızın növləri var. Kvadrat, düzbucaqlı, romb. Bunlar hər birisi paralleloqramdır. Və hər birisində diaqonala görə müəyyən şərtlər var. Hansı paralleloqramda AC diaqonalı tən böləndir? Kvadratda və rombda. Kvadrat və rombda diaqonal tən bölən olur. İndi diaqonal tən böləndirsə, demək ki, bizim paralleloqramımız ya kvadratdır, ya da rombdur. AB tərəfi adı perimetrini soruşur. Təbii ki, paralleloqramımız ya kvadrat ya da romb olduğuna görə bütün tərəfləri bərabərdir. Bütün tərəfləri bərabər olduğu üçün, əgər AB tərəfi A-dırsa, bütün tərəflər A-dır. Onda perimetrini tapanda A-nı 4-ə vuracaq. Doğru cavabımız alınacaq 4A. Burada mən hansı sual desin ötürdüm, hə. 24-cü sual əvəzinə çaşıb 25-ci sualı həll eləmişəm. Bura 25 yazaq. Yuxarıdan gəlin 24-ü də həll eləyək. Perimetri tapanda 3 ilə onu toplayıram. Vururam 2-yə. 26. Yəni cavab oldu C variantı. 24-ü ötürmüşdüm. 27-də yenə də AC diaqonalı tən böləndir. Yenə də bu ya kvadratdır, ya da rombdur. Yəni bütün tərəfləri bir-birinə bərabərdir. Əgər perimetri B-yə bərabərdirsə, yəni 4 tərəfinin cəmi B-dir. Onda bir tərəfini tapmaq üçün B-ni bölürük 4-ə. Yəni cavab olacaq A variantı. 28. ABCD paralleloqramın diaqonalları perpendikulyardır. Diaqonallar perpendikulyar olan hansılardır? Yenə də kvadrat və rombda diaqonallar perpendikulyar olur. Yəni bütün tərəflər bərabərdir. Əgər AB A-ya bərabərdirsə, bütün tərəflər A-ya bərabərdir və perimetr olacaq 4A. Yəni D bəndi. Yenə diaqonalları perpendikulyardır. Perimetr P-dirsə, tərəflərdən birini tapanda P-ni 4-ə bölürük. Yəni cavab olacaq P böl 4 D bəndi. 30. Qabarıq 10 bucaqlının xarici bucaqların cəmini tapın. Biz bilirik ki, neçə bucaqlı olur olsun, xarici bucaqların cəmi həmişə 260 dərəcədir. Yəni doğru cavabımız olacaq C variantı. 31. Bizə qeyd edir ki, NY YP-yə bərabərdir. NY YP-yə bərabərdir. Qeyd edək. Və bizə verib ki, MYPK dördbucaqlısının perimetrini tapın. Siz nəyə diqqət eləməlisiniz? Həmişə paralleloqramda paralellik var deyə, tərəfləri paralel deyə, iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən alınan uyğun bucaqlar, çarpaz bucaqlar, daxili bir tərəfli, xarici bir tərəfli bucaqlar burada da alınır. Və burada da ən əsas bizdə çarpaz bucaqlar alınır. Biz yəni əsasən çarpaz bucaqlardan istifadə edirik. Çarpaz bucaqlar alındığına görə mən bilirəm ki, baxın bu bucaqla bu bucaq çarpazdır. Yəni bu bucaq və bu bucaq bizdə çarpaz bucaqlardır. Bunu mütləq şəkildə bilmək lazımdır. Niyəsinə baxaq. Mən bunları uzadıram. Bunu da uzadıram. Bu da onu kəsən. Yəni gördüyünüz kimi bu bucaqla bu bucaq bizdə çarpaz oldu. Daha sonra bizə şərtdə qeyd edib ki, MK-mız 6-dır. Demək ki, MP-miz də 6-dır. Onda bu bərabər bölündüyü üçün olacaq 3, 3. Hələ bu çarpaz bucağa burada ehtiyac olmadı. Əgər MN 4-dürsə, demək ki, PK da 4 olacaq. Bizə MYPK lazım idi. MYPK. Yəni 6, 3, 4, 6. 12 üstə gəl 7, 19. Cavabımız olacaq 19 B bəndi. 32-yə baxaq. Yenə də yazıb A-yə YD-yə bərabərdir. Onda ümumi bura 4-dürsə, demək ki, burada 4 olacaq. Çünki paralleloqramın qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni bölünəcək 2, 2. Daha sonra bura 2-dirsə, demək burada 2-dir. Onda A, B, C, Y. A, B, C, Y. Yenə də eyni. Toplayaq. 2, 4, 3, 2. 8 üstə gəl 3, 11. Doğru cavabımız olacaq A bəndi. 33. Perimetri 36, tərəflərdən biri 10 olan düzbucaqlının o biri tərəfini tapın. Düzbucaqlının perimetri 36-dırsa, demək ki, onun en və uzunluğunun cəmi olacaq 18. Tərəflərdən biri 10-dursa, demək ki, digər tərəfimiz olacaq 8. Cavab A bəndi. 34.
Trapesiyanın orta xəttini verib 8. Biz bilirik ki, orta xətt oturacaqlar cəminin yarısına bərabərdir. Yəni, əgər orta xəttimiz 8-ə bərabərdirsə, demək ki, oturacaqlarımızın cəmi bərabər olmalıdır 16-ya. Əgər oturacaqlardan biri 7-dirsə, demək ki, digər oturacaqda 9 olmalıdır. Doğru cavabımız olacaq B bəndi. 35. Xarici bucağının dərəcə ölçüsü 18 olan düzgün çoxbucaqlı neçə tərəfi var? Biz bilirik ki, bütün çoxbucaqlıların, xarici bucaqlarının dərəcə ölçüləri cəmi olacaq 360 dərəcə. Bir xarici bucağını tapandaysa, neçə tərəfi varsa ona bölürük. Yəni 360 böl n-dir. Əgər 360 böl n 18-ə bərabərdirsə, buradan n-i tapanda 360-ı 18-ə bölürəm, doğru cavab eləyir 20. Yəni 20 tərəfi var. 36 da eyni prinsiplə həll olunur. 360'ı bölürəm n-ə, alınmalıdır 12. Buradan da n-i tapanda 360'ı 12'ye bölürəm, alınır 30. Yəni 30 tərəfi var. 37-ci sual. Mn 9'dur. Kvadratın perimetrlər cəmini tapın. Biz bilirik ki, bu kvadratdırsa, bunun bütün tərəfləri bir-birinə bərabərdir. Bu da başqa bir kvadratdır, bunun da bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, məndən nəyi verib, nəyi istəyir? Mənə verib m-ni, yəni x üstəgəl y-i. Məndən nə istəyir? 4x üstəgəl 4y. X üstəgəl y 9'dursa, 4x üstəgəl 4y, 9'u 4'ə vuracam, alınacaq 36. Yəni, doğru cavabımız alınır 36 D bəndi. 38-ci sual. Perimetri 16 olan kvadratın diagonalını tapın. Əgər kvadratın perimetri 16-dırsa, demək tərəfi bərabərdir, yəni A yazaq. A bərabərdir 4-ə. Perimetri veribsə, tərəfi tapanda perimetri 4-ə bölürük. Kvadratın diagonalı A kök 2 düsturu ilə tapılır. Demək doğru cavabımız olacaq 4 kök 2. Yəni D bəndi. 39. Eyni prinsiplə həll olunur. Kvadratın bizə perimetrini veribsə, buradan tərəfini tapıram, 20-ni bölürəm 4-ə 5-dir. Bizə diagonal lazımdır. Diagonal A kök 2 düsturu ilə tapılır. Cavab olacaq 5 kök 2. Yəni C variantı. 40-cı suala baxaq. Diagonallarının sayı 20 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Biz bilirik ki, qabarıq çoxbucaqlının diagonallarının sayı n vurulsun n-3 bölünsün 2 düsturu ilə tapılır. Bizə də deyir ki, diagonalların sayı 20'dir. Yəni bu bərabərdir 20'yə. Buradan alınır ki, n vurulsun n-3 bərabərdir 40'a. Yaxşı olar ki, vurub biz burada V teoremi eləməyək, elə özümüz düşünək ki, bir-birinə vuranda 40 eləyir, aralarındakı fərq də 3'dür. Bu hansı ədədlərdir? N-in yerinə 8 qoysaq, 8'i 5'ə vuranda 40 eləyir. Demək ki, tərəflərimizin sayı olacaq 8 A bəndi. Amma təbii ki, siz vurub atsanız, n kvadratı çıxılsın 3n, çıxılsın 40 bərabərdir 0'a. Vuranda mənfi 40, toplayanda 3. 8 ilə mənfi 5. Təbii ki, müsbət olanı götürəcəkdir, cavab alınacaqdır 8. Bu qaydada da tapmaq olar. 41. Yenə də diagonalların sayını verib 44. Yəni n vurulsun n-3 bölünsün 2 bərabərdir 44'ə. Buradan alınır n vurulsun n-3 bərabərdir 88'ə. Vuranda 88, aralarındakı fərq də 3'dür, 11-dən 8. Demək n-imiz olmalıdır 11. Doğru cavabımız C variantı. 42. Diagonalları verib rombun perimetrini soruşur. Biz bilirik ki, rombun diagonalları bir-birinə perpendikulyardır. Onda mən bu şəkli çəksəm, bunu uzadıram və bunu da uzadıram. Diagonallar bir-birinə perpendikulyardır və diagonallar kəsişmə nöqtəsində yarıya bölünür. Onda diagonallarımızdan biri 16'dırsa, yarıya bölünəcəyi üçün bura olacaq 8. Biri 30'dursa, yarıya bölünəcəyi üçün gəl tərsinə yazaq. Kör bucaqları birləşdirən balaca olur. İti bucaqları birləşdirənsə böyük olur. Burada olacaq 15. Aldıq ki, biz bu tərəf 15'dir, bu tərəf 8'dir. Yəni, biz burada perpendikulyarlığa əsasən rombun tərəfini tapa bilərik. Demək ki, bizim bura oldu 15, bura oldu 8. Düz bucaqlı 3 bucaq alındı.
15 ilə 8-dən Pifaqoradədir. O da edir bizdə 17. Demək ki, rombun tərəfi 17-dir. Rombun tərəfi 17-dirsə, perimetrini tapanda 17-ni vururam 4-ə, cavab edir 68. Bu birinci yol. İkinci yol düsturdur. Təbii ki, bilirik ki, rombun diagonalları D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir 4A-nın kvadratına. Diagonallarla tərəfin arasında belə bir düstur var. Sadəcə bu düsturda verilənləri yerinə qoyuram. 16-nın kvadratı üstəgəlinsin 30-un kvadratı bərabərdir 4A-nın kvadratına. 16-nın kvadratı 256, 30-un kvadratı 900 bərabərdir 4A-nın kvadratına. 900-ün üzərinə gəlirəm 256. Bu bizdə eləyəcək 1156. 1156-nı da bölürəm 4-ə. Alınacaq 289. Yəni A kvadratı 289-dur. Demək ki, A-mız 17-dir. Tərəfi 17 tapdığım üçün oradan da perimetri tapa bilərəm. Yəni istəyən bunu şəkildən də eləyə bilər. İstəyən bunu düsturla da eləyə bilər. Bu artıq sizin şəxsi seçiminizdir. 43. Qabarıq 8 bucaqlının daxili bucaqlarının cəmini tapın. Daxili bucaqların cəmi düsturu 180 vurulsun n-2-dir. Bizim 8 bucaqlımız var. Demək 180 vurulsun 8 çıx 2. 180 vurulsun 6. 180-i 6-ya vuraq. 60, 48, 108, 1080. Doğru cavabımız olacaq B bəndi. 44. Eyni prinsip 180 vurulsun n-2. N'imiz 12'dir. Yəni 180 vurulsun 12 çıx 2. 180'i 10'a vururam. O da edir 1800. Cavabımız olur A bəndi. 45. Düzbucaqlı trapesiyanın ən kiçik bucağı 38 olarsa, ən böyük bucağının dərc ölçüsünü tapın. Biz bilirik ki, düzbucaqlı trapesiyada 2 dənə bucaq 90 dərəcə olur. Yəni belə olur bizim şəklimiz. Mesela belə bir şey təxmini çəkirəm. Belə bir şey. Və burada bu 2 dənə bucağımız 90 dərəcədir. Bucaqlardan biri əgər 38-dirsə, digər bucağı da 180-ə tamamlamaq üçün 180-dən 38 çıxıb tapırıq. O da eləyir 142 dərəcə. Cavabımız C variantı. Yəni 2 dənə bucağı 90 olduğu üçün qalan 2 bucağının cəmi də 90 üstəgəl 90 180 eləyir. Qalan 2 bucağının da cəmi 180 eləməlidir ki, toplayan 360 eləsin. İti bucağımız 38-dirsə, kör bucağımızı tapanda 180-dən 38-ə çıxıb 142-ni alırıq. 46-cı sual. ABCD paralelogramında B ilə D-ni verib C bucağını soruşur. Biz bilirik ki, paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. B ilə D qarşı bucaqlardır. Demək ki, 5x üstə gəlinsin 20 bərabərdir 7x çıx 20-yə. Desəz ki, müəllimə, hardan bildiniz ki, onlar qarşılıqlı bucaqdır? A ilə B yanaşıdır, B ilə C yanaşıdır, C ilə D yanaşıdır, A ilə C qarşı bucaqdır, B ilə də D qarşı bucaqdır. Şəklini çəkib təbii ki, rahatlıqla görə bilərik. Yazıram A, B, C, D. Görünür ki, B ilə D qarşı bucaqdır. Yəni, bir-birinə bərabərdir. Buradan alınır 2x 40-dır, x 20-dir. Gətirib yerinə qoysaq, x-in yerinə 20, bu da alınır 120. Təbii ki, bir-birinə bərabər olduğu üçün bu da alınır 120. Yəni, bizim B və D bucağımız 120-yə bərabərdir. Əgər bucağımız 120-dirsə, yəni kör bucağımız 120-dirsə, B ilə D 120-dir. Onda C bucağımızı tapanda, yəni iti bucağımızı tapanda 180-dən 120 çıxırıq. Doğru cavabımız olacaq 60 dərəcə. Yəni, Y variantı. Keçirəm 47-ci suala. Bildirişləri bağladım ki, inşallah videoda əlavə səslər olmasın. Bizə deyir ki, bir təpədən çıxan diagonalların sayı 25-dir. Qabarıq çoxbucaqlının neçə tərəfi var? Bir təpədən çıxan diagonalların sayı n-3 düsturu ilə tapılır. Əgər 25 dənədirsə, n-3 25-ə bərabərdir. Demək ki, n-imiz olacaq 28. Yəni, doğru cavabımız olur B bəndi. 48. Trapesiyanın böyük oturacağı 20-dir, orta xətti 16-dır. Kiçik oturacağını tapın. Biz bilirik ki, trapesiyanın orta xətti A üstəgəl B bölünsün 2 düsturu ilə tapılır və bu 16-ya bərabərdir. Demək ki, A üstəgəl B 32-yə bərabərdir. Böyük oturacaq 20-dirsə, demək digəri də olmalıdır 12. Doğru cavabımız C variantıdır. 49.
eyni prinsiplə həll olunur. Orta xətt A üstəgəl B bölü 2-dir və 14-ə bərabərdir. Demək ki, A üstəgəl B 28-ə bərabərdir. Əgər oturacaqlarımızdan biri 8-dirsə, demək ki, digəri də 20-dir. Doğru cavabımız olacaq D bəndi. 50. Orta xətti S, oturacaqları AB olan trapesiyada belə bir münasibət verilib, bizə S-ni tap. Biz bilirik ki, trapesiyanın orta xətti, yəni S, bərabərdir A üstəgəl B bölünsün 2-yə. Yəni, A üstəgəl B bərabərdir 2S-yə. İndi baxırıq bura. Burada məndə 2A üstəgəl 2B var. Əgər A üstəgəl B 2S-dirsə, 2A üstəgəl 2B-ni tapanda alınacaq bizdə 4S. Gətirib bunun yerinə 4S yazsaq, alınacaq 4S çıx S bərabərdir 15-ə. 3S bərabərdir 15-ə. S bərabərdir 5-ə. Bizdən də elə S-ni istəyirdi. Cavab olur 5. A bəndi. Keçək 51-ci suala. Eyni prinsipdir. Yenə də burada 51-də də yazıram ki, A üstəgəl B bölü 2 bərabərdir orta xəttə, yəni S-yə. Buradan alınır ki, A üstəgəl B 2S-dir. Gətirib A üstəgəl B-nin yerinə 2S yazaq. Alınacaq 2S çıx S 5-dir. S 5-dir. Yəni, cavabımız olacaq, yenə də D bəndi. 52-ci sual. İti bucağı kör bucağından 3 dəfə kiçik olan bərabəryanlı trapesiya. Biz bilirik ki, bərabəryanlı trapesiyada iti bucaqla kör bucağın cəmi 180 dərəcədir. Əgər iti kördən 3 dəfə kiçikdirsə, demək biri x-dir, biri 3x-dir. Və bunların cəmi olmalıdır 180 dərəcə. Alınır ki, 4x bərabərdir 180 dərəcəyə, x bərabərdir 45 dərəcəyə. Mənə lazımdır kör bucaq, yəni 3x. 3-ü vururam 45-ə. Cavab alınacaq 135 dərəcə. Yəni B bəndi. 53-də eyni prinsipdir. Biri digərindən 5 dəfə kiçikdir. X 5x. Cəmi olmalıdır 180. 6x bərabərdir 180. X bərabərdir 30. Yenə də bizdən kör bucağı istəyir. 5-i vururuq 30-a. Cavabımız alınır 150. Doğru cavab C variantı. Keçirəm 54-ə. Paralogramın perimetri 40-dırsa, demək ki, onun tərəflərinin cəmi, yəni A üstəgəl B bərabər olmalıdır 20-yə. Biri o birindən 3 dəfə böyükdür. Demək, biri x-dır, biri 3x-dır. Və bunların cəmi bərabərdir 20-yə. 4x bərabərdir 20-yə, x bərabərdir 5-ə. Tərəflərimizi tapanda biri x idi, olacaq 5. Biri 3x idi, olacaq 15. 5 və 15 cavab B bəndi. 55-i də eyni qaydada həll edirəm. Əgər perimetri 48-dirsə, demək ki, tərəflərinin cəmi olacaq 24. Biri digərindən 6 dəfə böyükdürsə, üzr istəyirəm, burada 6 santimetr böyükdür. Onda biri x-dır, biri də ondan 6 santimetr böyükdürsə, x üstəgəl 6-dır. Onda bunların cəmi bərabərdir 24-ə. 2x bərabərdir 18-ə, x bərabərdir 9-a. Demək ki, biri olacaq 9, buradakı x üstəgəl 6-da olacaq 15. 9 və 15 cavabımız Y bəndi. Növbəti 56-cı sual. Bizə deyir ki, altıbucaqlının perimetri 40-dır. Toplayaq. 4y və 4x bərabərdir 40-a. Buradan da alıram ki, x üstəgəl y bərabərdir 10-a. Bitdi. C variantı. Perimetr bütün tərəflərin cəmidir. Burada da eyni şey 4x üstəgəl 4y bərabərdir. Bizə nə lazımdır? X üstəgəl y 2 verib. Perimetri tapanda buradan 4-ü ortaq vuruq çıxartsam qalacaq x üstəgəl y. X üstəgəl y də 2 olduğuna görə 4-ü 2-yə vuracam, cavab alınacaq 8. Yəni D bəndi. 58. Bizə deyir ki, perimetri 42-dir. Demək ki, tərəflərinin cəmi bərabərdir 21-ə. Bizə deyir ki, en uzunluğun 7-də 3 hissəsidir. Əgər en uzunluğun 7-də 3 hissəsidirsə, enimiz demək ki 3x-dir, uzunluğumuz demək ki 7x-dir. Mən heç vaxt x 7-də 3x yazmıram. Surətdəki ədəd n-dir, məxrəcdəki ədəd uzunluqdur. Çünki n-in uzunluğa nisbətidir bu. N surətdədir, uzunluq məxrəcdədir. 3x 7x.
Və bu bərabərdir məndə nəyə? 21-ə. 10x 21-dir. X 2,1-dir. Gətirib yerinə qoyuram. 3-ü 2,1-ə vururam. 6,3. Və 2,1-i 7-yə vururam. 14,7. Cavabımız olacaq B bəndi. 59. Eyni prinsiplə həll edirəm. Perimetri 21-dirsə, demək ki, n və uzunluğumun cəmi 21-i 2-yə bölürəm, alınacaq 10,5. N uzunluğun 5-də 2 hissəsidir. Demək ki, n'imiz olacaq 2x, uzunluğumuz olacaq 5x. Bərabərdir 10,5-ə. 7x bərabərdir 10,5-ə. X də bərabərdir 1,5-ə. Yerinə qoyuram. 2-ni 1,5-ə vururam 3. 5-i 1,5-ə vururam 7,5. Demək ki, cavabımız olacaq 3 və 7,5. Y variantı. Keçirəm 60-cı suala. 60-cı sualımızda bizə deyir ki, ABCD rombunda ADB 75-dir. AB 5-dir. Bu romb olduğu üçün demək ki, bütün tərəflərimiz 5-ə bərabərdir. Qeyd edək. Bizə deyir ki, ADB 75-dir. ADB. Baxın, bura 75-dir. Baxın, diagonaldır. BD bizdə diagonaldır. Diagonal olduğu üçün bu bucağı yarı bölüb. Əgər bura 75-dirsə, bura da 75-dir. Demək ki, bizim kör bucağımız oldu 150 dərəcə. Əgər kör bucaq 150 dərəcədirsə, demək ki, baxın, buradakı iti bucağımız olacaq 30 dərəcə. İti bucağımız 30-dur. Burada demək ki, 60-dır. Niyə görə? Çünki burada 90-dır. Baxırsınız, indi baxın buradakı 3 bucağa. Nə görürəm? Mən burada görürəm ki, 90 dərəcəli bucağın qarşısı, yəni hipotenuz 5-dir. Buradan da bilirəm ki, əgər hipotenuz 5-dirsə, qızıl 3 bucağa əsasən 30 dərəcəli bucağın qarşısı hipotenuzun yarısıdır. Yəni 5-in yarısı olacaq 2,5. Demək ki, bizim BF hündürlüyümüz olmalıdır 2,5 C variantı. 60-cı sualımızda doğru cavab oldu C. 61-ə baxaq. Bir də deyir ki, BY hündürlüyü 3,5-dir. Qeyd edirəm 3,5. Daha sonra deyir ki, BDS 75'dir. BDS, bura 75'dir. Eyni prinsipə əsasən demək ki, burada 75'dir. Demək ki, bizim D bucağımız oldu 150 dərəcə. Onda A bucağı olacaq 30 dərəcə. Demək ki, burada olacaq bizdə 60 dərəcə. Gördüyünüz kimi 30 dərəcəli bucağın qarşısı 3,5'dir. Demək ki, hipotenuzumuz, yəni AB tərəfimiz olacaq 3,5'in 2 misli. Yəni cavabımız olacaq tərəfimiz 7. 61-də doğru cavabımız oldu C variantı. 62. Deyir ki, paralelogramın tərəflərinin uzunluğu 3 və 5'dir. Bura yazaq 3, bura yazaq 5. Bizə deyir ki, iti bucağının tən böləni. İti bucağının tən bölənini çəkirəm. Mən bayaqları demişdim ki, bizdə paralelogramda, üzr istəyirəm, diagonal çəkdim. Bayaqları qeyd eləmişdim ki, paralelogramımızda əgər bu tərəflər həmişə paraleldir. Həmişə burada çarpaz bucaqlar alınır. O çarpaz bucaqlar nədir? Bura alfadırsa, burada alfadır. Axı bu tənböləndir. Tənbölən olduğu üçün burada alfadır. Tənböləndir axı bu. Çəkdiyim bu şəkil, bu düz xətt tənböləndir. Demək ki, bura alfadırsa, burada alfadır. Onda mən deyə bilərəmmi ki, bu bərabər yanlı 3 bucaqdır? Həmişə bu arada belə olur. Siz bunu qəşəng bilməlisiniz. Bunlar əgər bərabər yanlıdırsa, yəni bu 3 bucaq bərabər yanlı 3 bucaqdırsa, bura 3-dürsə, burada 3-dür. Demək ki, onda bura 2-dir. Niyə müəllimə? Çünki bura 5-dir axı. Demək burada 5-dir. Paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir. Bura 3 olduğu üçün bura qaldı 2. Yəni, iti bucağının tən böləni böyük tərəfə hansı parçalara ayırır? 3 və 2. Y variantı. 63. Yenə də paralelogram çəkirəm. Yenə paralelogramın iti bucağının tən böləni. Yenə də burada çarpaz bucaqlar. Yenə də tən bölənə görə bura alfadır. Yenə də bura 4 olduğu üçün burada 4'dür. Ümumi 7 olduğu üçün bura qalacaq 3. Cavab alınır 4 və 3. D bəndi. Keçirəm 64-ə. Perimetri 12 olan düzbucaqlının bir tərəfi digər tərəfindən 2 dəfə böyükdür.
Yenə də sadə bir sual. Əgər perimetri 12-dirsə, demək ki, n və uzunluğunun cəmi 6-ya bərabərdir. Yəni A üstəgəl B bərabərdir 6-ya. Deyir ki, bir tərəf digərindən 2 dəfə böyükdür. Biri x-dir, biri 2x-dir. Cəmi 6-dır. 3x bərabərdir 6-ya. X bərabərdir 2-yə. Düzbucağlının kiçik tərəfi elə olacaq 2. Doğru cavabımız olur 2. Eyni sualda 65'də. Düzbucaqlının perimetri 16-dırsa, demək ki, n və uzunluğunun cəmi 8-ə bərabərdir. Biri digərindən 3 dəfə böyükdürsə, biri x-dir, biri 3x-dir. Cəmi 8-dir. 4x 8-dir. X 2-dir. Bizə böyük tərəf lazımdır. Böyük tərəfimiz 3x-dir. 3-ü vururam 2-yə, doğru cavabımız olacaq 6, yəni C variantı. 66. Kör bucağı 120 olan romb. Rombun şəklini çəkirəm və kör bucağına qoyuram 120 dərəcə. Kör bucağımıza qoyaq 120. Demək ki, iti bucağımız olacaq 60. Bizə deyir ki, rombun tərəfi 36-dır. Kör bucağın təpəsindən qarşı tərəfi endirilmiş hündürlük. Baxın, kör bucaqdan qarşı tərəfə hündürlük endirirəm. Gördüyünüz kimi endirdik. Bizə deyir ki, bu parçaları tap. Endirdiyim zaman bu ayrılan 2 dənə parçanı bizdən istəyir. Mən təbii ki, burada nə gördüm? Bura 60-dırsa, bura 30-dur. Biz bilirik ki, əgər 90 dərəcənin qarşısı 36-dırsa, yəni hipotenuz 36-dırsa, 30 dərəcəli bucağın qarşısı olacaq onun yarısı, yəni 18. Bu, axı bir rombdur. Rombun da bütün tərəfləri bir-birinə bərabərdir. Demək ki, bu tərəf ümumi 36 olmalıdır. Əgər bura 18-dirsə, demək burada 18-dir. Yəni 2 dənə 18-ə bölündü. Cavabımız oldu Y bəndi. 67. Bayaq buna oxşar sual var idi. Dediyim kimi, ya istəyənlər D1-in kvadratı üstəgəlsin D2-nin kvadratı bərabərdir 4A kvadratı düsturu ilə tərəfi tapa bilər. Sonra da 4-ə vurar. Ya da istəyən mənim kimi rombu çəkir. Yəni, mən bunu artıq avtomatik bilirəm ki, rombun mən diagonallarını çəkəndə o orada yarıya bölünəcək və orada bizdə bir perpendikulyarlıq alınacaq. Diagonallarından biri 10-dursa, demək ki, yarıya bölünəcək, alınacaq 5, 5, yəni aşağıya yazılacaq. Digəri də 24-dürsə, alınacaq 12. 5-dən 12-nin də Pifaqoradadır, 13-dür. Demək ki, rombun tərəfi 13-dür. Perimetrini tapanda da 13-ü vururuq 4-ə, cavabımız alınır 52. Yəni, doğru cavabımız olur A bəndi. 68. A ilə C bucağı, yenə. Bunlar necə bucaqlardır? Qarşı. Qarşı bucaqlar bir-birinə bərabərdir. Demək ki, 3x üstəgəl 20 bərabərdir 5x çıx 20. Yenə də 2x 40-dır. Buradan da x 20-dir. Yerinə qoysaq, bu eləyəcək bizdə 80. Demək ki, paralelogramımızın iti bucağı 80-dir. Bizdən B bucağını istəyir, yəni digərini. O da olacaq bizdə 100. Ki, toplayanda 180 eləsin. Keçirəm 69-a. Deyir ki, bərabəryanlı trapesiyanın kör bucağının təpə nöqtəsindən çəkilmiş hündürlüyü böyük bucağı uzunluqları 8 və 13 olan 2 hissəyə bölür. Trapesiyanın orta xəttin uzunluğunu tapın. Mən həmişə şagirdlərimə də deyirəm ki, bərabəryanlı trapesiya gördün. Bu hündürlüyü çəkəndə mütləq bu biri hündürlüyü də çək. Birini çəkib birini heç vaxt saxlamırıq. İkisini də çəkirik. Bizə deyir ki, hündürlük böyük oturacağı uzunluqları 8 və 13 olan hissəyə bölür. Yəni, bura 8-dir. Yerdə qalan hissə isə 13-dür. Dərhal bilməlisiniz ki, bərabəryanlı trapesiyada bura əgər 8-dirsə, demək ki, burada 8-dir. Ümumi buradan bura qədərin 13 olması üçün demək ki, bura 5-dir. Yəni, burada 5-dir. Çünki bunlar bir-birinə bərabərdirlər. Burada bir düzbucaqlı alınır. Bizə deyir ki, orta xətti tap. Bizim kiçik oturacağımız 5 oldu. Böyük oturacağımız isə bunları toplayıram, 21 eləyir. Orta xətti tapanda 5-in üzərinə 21 gəlirəm, alınan cavabı da bölürəm 2-yə. Cavab alınır 13. Doğru cavabımız olur A bəndi. 70-ci sual. Bizə deyir ki, bərabəryanlı trapesiyanın kör bucağının təpə nöqtəsindən çəkilmiş hündürlüyü, üzr istəyirəm 70-ə baxmaqdan yenə 69-a baxdım.
Deyir ki, bərabəryanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Çəkirəm. Hündürlük yan tərəfimiz də haradır bura? 45 dərəcəli bucaq əmələ gətirir. Bura bilirik ki, 90-dır. Burada 45 olacaq. İndi bizə deyir ki, trapesiyanın hündürlüyü 8-dir. Trapesiyanın hündürlüyü 8-dirsə, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Demək, burada 8-dir. Onda buradan endirsəm bu xətti. Demək ki, burada 8-dir. Sonra bizə deyir ki, orta xətt 18-dir. Biz bilirik ki, bura məlum deyil. Yəni, bura A-dırsa, burada A-dır. Orta xətt necə tapılır? Oturacaqlar cəminin yarısı. Bir oturacağımız A-dır. Digər oturacağımız A üstəgəl 16-dır. Bunların cəminin yarısı bərabərdir bizdə 18-ə. Yəni 2A bərabərdir. 18-i 2-yə vururam 36. 36-dan da 16 çıxıram 20. Demək ki, A-mız bərabərdir 10-a. Bizə oturacaqlar lazımdır. A-nın yerinə 10 qoysam kiçik oturacaq edir 10. Burada da A-nın yerinə 10 qoysam böyük oturacaq alınacaq 26. Demək cavabımız 10 və 26 Y bəndi olacaq. 71. Bərabəryanlı trapesiyanın yan tərəflərindən birinə bitişik bucaqların fərqi 40 dərəcədir. Bu bucaqlardan böyüyün dərəcə ölçüsünü tapın. Biz bilirik ki, bərabəryanlı trapesiyada yan tərəflərə bitişik bucaqların cəmi 180-dir. Fərqi də şərtdə deyir ki, 40-dır. Onda bunları alt-alta toplasam, alınacaq 2x bərabərdir 220-yə, x də bərabərdir 110-a. Yəni, bucaqlarımızdan biri 110-dur, digərini soruşsa 70-dir. Böyüyünü istəyir, cavab ilə 110. 72-yə baxaq. Biri bir tərəfi o biri tərəfindən 3 dəfə böyük, perimetri 200 olan 4 düzbucaqlının. Biz bilirik ki, düzbucağının perimetri 200-dürsə, demək tərəflərinin cəmi, yəni en və uzunluğun cəmi 100-dür. Biri o birindən 3 dəfə böyükdürsə, biri x-dir, biri 3x-dir və bunların cəmi 100-ə bərabərdir. Demək ki, 4x 100-ə bərabərdir, x 25-ə bərabərdir. Böyük tərəfi istəyir. Tərəflərimizdən biri x-dir, biri 3x-dir. Demək, 3-ü 25-ə vuracam, doğru cavabımız alınacaq 75. Baxıram 73-ə. 73-də bizə deyir ki, bucaq 1 ilə bucaq 3-ün cəmi 60 dərəcədir. Bucaq 4 ilə bucaq 2-nin cəmi 150 dərəcədir. Bucaq 1-i tapın. Əgər bucaq 1 ilə bucaq 3-ün cəmi 60 dərəcədirsə, onda mən buradan bucaq 2-ni tapa bilərəm. 180-dən çıxıram 60, doğru cavabımız olacaq 120. Çünki bu 3 bucaqdır. 3 bucağın daxili bucaqların cəmi 180 dərəcə olmalıdır. Demək ki, 1 ilə 3-ün cəmi 60 dərəcədirsə, bura olacaq bizdə 120 dərəcə. Demək ki, bura oldu 120. Daha sonra. Bucaq 4 və bucaq 2-nin cəmi 150-dir. Bucaq 2-miz 120-də tapdıq. Bucaq 4-ümüz də demək 30 olmalıdır ki, toplayanda 150 alınsın. Bizdən bucaq 1 istəyir. Paralelogramın qarşı bucaqları bir-birinə bərabərdir. Yəni, bucaq 1 ilə bucaq 4 bir-birinə bərabərdir. Əgər bucaq 4 30-dursa, demək bucaq 1 də 30 dərəcədir. Yəni, 73-cü sualda doğru cavabımız olacaq 30 dərəcə. 74. Biz demişdik ki, bayaqları düz bucaqlıda diaqonal verib, uzunluq verib, eni soruşub. Demişdim ki, burada Pifaqor ədədləri alınır. Çünki düz bucaqlıda biz diaqonalı çəkəndə orada düz bucaqlı 3 bucaq əmələ gəlir. İstəyən düsturundan da yaza bilər. D kvadrat bərabərdir A kvadrat üstəgəl B kvadrat. İstəyən mənim kimi dərhal Pifaqor ədədlərinə baxa bilər. 24 ilə 30-u ixtisar edirəm 6-ya. Burada qalır 4, burada qalır 5. Demək, digəri də olacaq 3. İxtisar eləmişəm 6-ya 3 alınıb. Demək ki, 3-ü vururam 6-ya alınacaq 18. Doğru cavab 18. 75. Şəklə yaxınlaşdırıram. Buranı bizə verib 20 dərəcə. Bərabər yanlı olduğu üçün burada bizdə olacaq 20 dərəcə. Nə lazımdır bizə? Bizə deyir ki, AD D-yə bərabərdir, görürük. KAD 20-dir, görürük. KDY-ni tap. KDY. Bizdən bu bucaq lazımdır. Əgər bizdə bura 20, bura 20-dirsə, demək təpə bucağımız neçə dərəcə olacaq? Yəni, bura bizim təpə bucağımızdır. 180-dən çıxıram, 20 üstə gəl 20, yəni 40. Demək, bura bizdə 140 dərəcədir. Bütövlükdə D bucağı 140-dır. Bu kvadrat olduğu üçün biz başa düşməliyik ki, bura 90 dərəcədir. İndi bura əgər 90-dırsa və ümumi də 140-dırsa, bu bucağa nə qalacaq?
140-dan 90 çıxıram, qalacaq bizdə 50 dərəcə. Demək ki, bu bucaq 50 dərəcədir. Doğru cavabımız olur 50. 76. Düzbucaqlının diaqonalları 60 dərəcəli bucaq altında kəsişir. Çəkək düzbucaqlımızı. Çəkək diaqonallarımızı. Bizə qeyd edir ki, bunlar 60 dərəcəli bucaq altında kəsişirlər. İti bucağına yazdıq 60. Deyir ki, bir diaqonal və bir kiçik tərəfin cəmi 24-dür. Düzbucaqlının kiçik tərəfini tapın. Biz bilirik ki, düzbucaqlının diaqonalları bir-birinə bərabərdir və kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bura bərabərdir, bura bərabərdir. Demək ki, bu bərabər yanlı üçbucaqdır. Təpə bucağı 60-dırsa, oturacağı bitişik bucaqları tapanda 180-dən 60 çıxıram, alınır 120. 120-ni də 2-yə bölürəm, 60-60. Sən demə, bu bərabər tərəfli üçbucaq imiş. Yəni, bu tərəf A-ya bərabərdirsə, burada A-dır, burada A-dır. Yəni, belə çıxır ki, tərəf olacaq A, diaqonal olacaq 2A. Bizə də deyir ki, bir diaqonal, bir kiçik tərəf. Yəni, kiçik tərəfimiz A-dır, görürük. Enimizi A tapmışıq. Bunların cəmi bərabərdir 24-ə. 3A bərabərdir 24-ə. A bərabərdir 8-ə. Kiçik tərəfimiz elə A-dır. Cavab olacaq 8. Və eyni prinsip 77-də də keçərlidir. Təkrarən şəkli çəkmirəm. Üstündə görürsünüz. Bir diaqonal və bir kiçik tərəf yenə olacaq A üstəgəl 2A bərabərdir 36-ya. 3A 36-dır. A 12-dir. Diaqonalı bu səfər istəyir. Diaqonalımız 2A-dır. 2-ni vururam 12-yə. Cavab alınır 24. Və bununla da 77-yə qədər olan bütün sualların izahları ilə tanış olduq. İnşallah ki, növbəti video izahda da 78-dən davamına baxarıq. Növbəti izahlarda görüşənədək sağ olun, salamat qalın.